Hamımıza salam dostlar, bugün sizlərə birlikdə Beşiktaş Rebul edirik yenə. Öz bildiyimiz kimi bu dəfəki oyunumuz Gaziantep'ləndir. İnşallah udarıq və bu maçı utsaq oyuncu transfer eləmək ehtimalımız var. İndi də var əslində, amma transfer etsək daha yaxşı. Maç qazansaq daha yaxşı oyuncu transfer edə bilərik. Yəni kiralıq. Məsələn, buradan var bizə gələ biləcək. Gatti ola bilər. Molina bəlkə Magic var, bu ola bilər. Bir də Olihan Sunset. Hər neysə keçək maça. Maç sonu baxarıq onlara. Süper Yıldız, Beşiktaş. Yallahın adı. Çox uzatmayaq. Kadroya bir dəfə göz eləyək. Bunların hepsi oldu. Ya da Elbilal Turihan, Salih var. Getdik maça. İndi bu maçı biz əgər normal skorla qazansaq və ya qazansaq, əsas odur qazanaq. Ligdə tabloda fərq atıb birinciliyi oynayırıq. Birinciyik çünki. Amma averajla indi birinciyik. Maçı qazansaq rəqibimiz də Kasımpaşadır. O da avtomatik olaraq yəni düşəcək yəqin ki. Endidi. Mustafa. Əla pas keçmir. Orkun kökçü. Bu nə stanovkadır. Burak Bozan. Başda da Endidi indirərsən. Gidado. Uzun oynadı. Agbado indirdi. İndirəmədi. Lungoy. Gidado. Rıdvan al. Rıdvan. Ersin çıxdı, tutdu topu. Mustafa Həkimoğlu. Getdi Mustafa. Baxdı aşağı Orkun. Rıdvan Mustafa'ya. Bura pastır Rıdvan. Burak Bozan. Mustafa'ya keçəcəkdi, topu keçmədi. Bu qapçı nəsə çox risk eləyir. Kozlovski. Sokesu. Aleksandru Maksim. Bayonun zərbəsi direkdən qayıtdı. Aslani. Biraz aktif oldu ha o. Lungori. Sağ ol Ersin Dəstanoğlu. Ersin fantastik sevlərə davam. Qəşəy Ersin. Topun başında Aleksandru Maksim. Aleksandru Maksim başladı. Kozlovski'ye geçmir. Rıdvan qaç. Sangare. Rıdvan aldı. Bu kimdi? Yangiyo. Yangiyo getdin. Bu nədir o? Bu nə oyundu? Bu nə oyundu o? Abena. Rodriguez. Endidi indir. Rıdvan. Əla. Mustafa. Qaç da biraz. Aleksandru Maksim. Sangare. Muhammed Bayo. Agbado. Əla. Çerni. Morillo. Orkun. Gözəl. Çerni'dən pis pas. Muhammed Bayo. Lungo ve Muhammed Bayo'nun önü boşdu. Qaç. Ersin çıxdı son anda. Qəşək paslaşacaq, vurarıq əslində. Belə paslaşaq. Evet, gözəl gidirik. Orkun, mən sənə buradan oraya nətər pas verim. Özdə kimdən? Mustafa ilə. Orkun. Kim idi o? Blok eləyən topu. Lungori'dən aldı Agbado. Çerni. Keçmir oha. Aleksandru Maksim. Lungoli. Gidado. Aslani aldı topu aradan. Alasan. Verdi pasını Serni. Morillo'ya. Morillo keçmir. Və birincisindən sonra hesab 0-0. Statistikalarda göstərir. Yəqin zərbələri falan
2 zərbə, 2 də qapı gedib. 2 zərbə, 2 də qapı gedib. 2 tərəfdə də. Keçək ikinci tayımın başına. Başlayaq oyuna. Abena. Rodriguez. Aleksandr Maksim. Rodriguez'i keçdi. Kozlovski. Serkosu. Muhammed Bayo'yu bırakma. Lungo'yu. Ersin yakalaya bilərdim bu topu. Oh, nəsə işə yaradın. Abena. Aslani aldı topu. Cristiano Aslani. Mustafa. Mustafa Həkimoğlu. Mustafa gol. Mustafa Həkimoğlu. Çox baba, çox gözəl bir gol uzaqdan, uzaq məsafədən. Yol təkrar edək. Sağ ol sənin Mustafa. Alasan. Qapçını bilmədi neynəsin qapçı. Qapçını çaşdırdı. Və Mustafa'nın 56-cı dəqiqədə vurduğu gol ilə fərq 1-0. Rodriguez, Lugano, Agba dindirdi ama Sorescu gedir hələ də. Aslani aldı. Rıdvan. Mustafa'ya. Kaç. Mustafa'dan da bu pasınca dostu şəraitim var idi. Gidado. Sorescu. Oynuyor. Lungoy daha doğrusu. Yangi o. Aşağıda Orkun. Mustafa bilmir ki mənə oynasın Mustafa. Lungoy yenə. Aslani aldı, Çerni'ye düşmür. Aslani. Çerni. Gidado Maksim. Aslani Alasan. Mustafa. Orkun bu neydi? Orkun direk. Yakın mesafeden ama bu pozisyon epizod bu gol olmalıydı bu. Lungoy geldi. Muhammed Bayo. Lungoy. Hesap 1-1. Buna maçdı axı. Orkun nə inədin sən orada? Endidi. Emirhan. Emanuel Agbadu. Emirhan yenə. Rıdvan Yılmaz. Aslani. İndi qaç bir şey yara. Orkun. Passa da ver də Orkun. Özünü soydusan axı sən. Kozlovski. Draguş, Maksim. Lungov. Endidi. Sangare, Sorescu. Rıdvan aldı. Yok, Mustafa aldı ama itirdi. Orkun qaç. İşe yara. Sangare. Səhv edəcək dedim. Etmədi. Yangi sən nəsə oynayanmısan. Orkun aldı. Çerni. Bir daha o. Bu ne oyundu? Bu ne Astanovkadır? Hesap 1-1 ve Beşiktaş 1 puana məcburi 1 puanımı almalı oldu. 1 puan geldi. 1 puan ana. Ne inadın Orkun sen orada? Ne inadın? Ey Orkun ey. Hesap 1-1 oldu. Baxa görə neçə milyonumuz var, hesablayaq, toplayaq. Axırda bir qiymət çıxardaq, görək kim gətirə bilərik. Yangi yoxu satsaq, neçəmiz olur, nə qədər qalır. Baxayım bir Kasımpaşadan yenə liderlikdədir, hə. Kasımpaşa uduzsa biz udsaydıq, çempion idik hələ ki. Amma Kasımpaşa uduzayaq, yolu var o. Kritik maç Başakşehirdə.
Onu da oynayarıq. İndi girək. Yəni tabloya baxaq, biz neçə qələbə, neçə bərabərliyimiz var. 7 oyundan 5 qələbə, 15 milyon buradan. Onda 2 dənə də bərabərlik 17 milyon. 17 milyon var. Ohu satsaq, ohu neçə götürərlər baxaq. Yəni ohun qiymətini buradan yox. Komanda, oyuncular, sırala, Beşiktaş, filtrələ. Avropa, Türkiyə, Beşiktaş. Ohana, bu nə qədər qiymət verirlər? Silməyəcəm, prosto 5400 də buradan verir. Hesabımız oldu bizim. 17-22 milyon. Oyuncu alayım, bunu ohu da oyuncuya basacağım, ona görə saxlayıram. 21 milyona bir dənə normal santrafor tapa bilərikmi? Və yaxud kiralayaq. Kiralaya da bilərik, oh qalsın. 17 milyonumuz var. Bizim burada Nico Williams qalsın, yox, Griezmann gəlməz. Antonio Gordon ama cavandır, o da gəlməz məncə. Bu şirin gələ bilər. Onsuz da qocadır. Orta sahada normal oyuncumuz da yoxdur. Neçə milyon istəyir? 4-7 5 verirəm. Mən də 5 verdim. Götürək bunu. Beşiktaş'a təzə bir transfer gəldi. Şükür, normal oynaya bilərək görəsən. Ana bu, buradadır. Kimin yerinə? Burada kimdir? Bu Gökhan Sazdağı. Bu qalsın. Devirmiş, aynı bu artıqdır. Mıçkinin girək. Kanat da oynaya bilər, ha. İşte kadronun son halı bu. Sağ olun, salamat qalın.